İndi hərdən ürəyimdən keçir, amma belə heç eləmərəm. Mən, məsələn, xəcalət çəkərəm, utanaram. Minbərdə baxmayın danışmağıma. Mən həyatda tanıyanlar bilirlər, biz utanan adamım. Utanaram, məsələn, çıxım belə eləyim, amma hərdən ürəyimdən keçir ki, bir dəfə çıxım minbərə əyləşib, elə salavatları deyim, ondan sonra deyim ki, cəmaat, hamımız bilirsiniz də. Oturum da. Ürəyimdən keçir, amma yenə deyirəm, eləmərəm, amma ürəyimdən keçir. Və elə biləm, o daha biraz ayıldar bizi, biraz oyadar bizi. Yəni, güya biz bilmirik ki, nə haramdır, nə halaldır. Güya biz bilmirik ki, qeybət eləmək olmaz. Güya biz bilmirik ki, böhtan danışmaq olmaz. Güya biz bilmirik ki, yalan demək olmaz. Güya biz bilmirik ki, kimsə ailədə diktator ola bilməz, ailədə işgəncə verə bilmərsən uşağıva. Güya bunu bilmirik biz. Yəni, bunu kimsə bizə deməlidir. Yəni, bunu hər kəs bilir də. Mən tarixdə belə bir hadisə baş verib. 3-cü xəlifənin dövründə İraq cəmaatı, bir də Misir cəmaatı gəldilər Mədiniyə, yığışdılar. Özdə 1-2 nəfər yox, kütləvi şəkildə. İraq cəmaatı və Misir cəmaatı yığışdılar Mədiniyə. Dedilər ki, 3-cü xəlifənin Misrə qoyduğu vali və İraqa qoyduğu vali insanlara əziyyət verir, işgəncə verir. Xəlifə bizə cavab versin də, bunun axı nə məsələdir bu? Niyə bizə işgəncə verməlidir? Niyə bizə əziyyət verməlidir? Bunlar əvvəl xəlifə qəbul eləmədi. Əlbəttə, Mərvan ibn Həkəmin vasitəçiliyi ilə qəbul olunmadığı üçün bütün ixtiyarı vermişdi o Mərvan ibn Həkəmə. Bunlar gəldilər Həzrət Əlinin yanına, dedilər ki, ya Əli, sən bizlə xəlifə arasında və vasitə ol ginən. Sən ona deyinən ki, bəzi məsələləri onun yadına sal. Həzrət Əli əleyhissalam gəldi 3-cü xəlifənin zamanına, sözə bax, dedi, mən bilmirəm sənə nə deyim. Çünki o şeyi mən bilirəm, eşitmişəm Peyğəmbərdən, sən də eşitmişsən. O şeyi mən görmüşəm, sən də görmüşsən. Mən sənə nə deyim? Nə deyim ki, o sən üçün təzə olacaq? Nə deyəcəm ki, o sən üçün işidilmədiyin bir söz olacaq? Yəni, məgər ən primitiv, bəli, indi ola bilsin ki, dində hansısa bir məsələnin izahı, hansısa ayənin təfsiri, hansısa bir tarixi hadisəni insanlar bundan xəbərsiz ola bilərlər. Bunu oxuyan adam, o sahədə mütəxəssis olan adam bilər. Və yaxud ərəb dilində hansısa sözün incəliyini siz bilməyə bilərsiniz. Amma o ki, gündəlik həyatımızda bir-birimizlə davranışımız var. Axı, bu davranışı hamı bilir. Buna niyə əməlləmirik? Buna nə üçün əməlləmirik? Yəni, məgər mən bilmirəm ki, qəlb sındırmaq olmaz. Məgər bilmirik ki, Peyğəmbər salavatullah əleyh və aleyh deyib ki, bir insanın ürəyini sındırmaq Kəbəni dağıtmaqdan daha ağır günahdır. Yəni, məgər bunu biz bilmirik, hamı bilir. Bəzi, yenə deyirəm, o şəriət məsələləri ki var, adi, gündəlik məsələlər, bunu bütün insanlar bilirlər. Ona görə, əzizlərim, elə bildiklərimizi yadımıza salaq. İmam Hüseyin əleyhissalamın məclisinin bərəkətindən inşallah təsirli olar. Bu da yadımızdan çıxmaz, yadımızda qalar.